Dedilər bu smartfon pəncərədən yerə də düşsə, suda da donsa, qaynar suyun içinə də düşsə, hətta maşınla üstündən keçsəniz belə heç nə olmayacaq. Oppo A5 Pro. Gəlin görək bu iddialar nə qədər doğrudur. Test 1. Təbii ki, ofisə gələn kimi ilk çay içməmişdən əvvəl Oppo A5 Pro-nu çaydana ataraq yoxladım. İlk dəfədən çox aqressiv test olsa Oppo A5 Pro qaynar suya dözməyi bacardı. Biz suyu tökənə qədər 15-20 saniyə isti suyun içində qalan Oppo A5 Pro-ya heç nə olmadı. Test 2. Çaydanı qaynadıb çayımızı içdikdən sonra isə bu smartfonu pəncərədən aşağı atmalıyam dedim. İkinci mərtəbədən buraxdığımız Oppo A5 Pro-ya bu testimizdə də yenə də heç bir şey olmadı. Oppo iddia edirdi ki, smartfonun qutusundan çıxan keys istər smartfonun uc nöqtələrini qabardılmış çıxıntılar vasitəsilə, istərsə də arxa tərəfi məsaməli teksturası ilə qoruyacaq və həqiqətən də qorudu. Test 3. Bir dənə beydə tapdım və Oppo A5 Pro-nun Bakı yollarına dözümlü olub olmadığını yoxlamağa çalışdım və hətta smartfonun üzərindən düz 2 dəfə keçdim. Bəli, buna da dözdüyünü öz gözlərinizlə görürsünüz. Ekran işləyirdi, zədə yox idi və smartfon öz quruluşunu tamamilə qorumuşdu. Və test 4. Bu qədər şey eləyəndən sonra təbii ki, smartfonu soyuducuya salıb dondurmaq da lazım idi. Gördüyünüz kimi Oppo A5 Pro-nu buzun içinə həbs etdik və onu buzun içindən çıxardandan sonra həqiqətən də smartfon ideal vəziyyətdə işləməyi bacarırdı. Hətta smartfonu çıxartdıq və buzu da Oppo A5 Pro-nun özü ilə sındırmağa çalışdım. Nəticə itibarilə 5800 mAh batareyalı. Lakin gündəlik istifadə üçün müasir dizayna sahib bu smartfon əslində hərbi standartlara malik yüksək dayanıqlı bir smartfondur. IP69, 68, 66 standartlarına və 80 dərəcəyə qədər etibarlı olduğuna desə də 100 dərəcəlik bir qaynayan suya atsanız belə işlədiyini öz gözlərimizlə görmüş olduq. Hətta 30 dəqiqə 1.5 metrə qədər suya dayanıqlı olduğunu iddia edirdi, lakin mən 14 saata qədər buzlu suyun içərisində bu smartfonu saxlayaraq işlədiyinin şahidi oldum. Yəni Oppo A5 Pro öz vədlərini yaxşı yerinə yetirdi. Lakin qətiyyən, amma qətiyyən bu testləri evinizdə təkrarlamağı tövsiyə etmirəm.